Yoldaşlar, hər vaxtınız xeyir olsun. Dövlət qulluğu imtahanına hazırlaşan və 11 dekabrda imtahan vermək istəyən tələbələrimiz üçün onlayn platformamız üzərindən 30 noyabrda sınaq təşkil etmişdik. Hal-hazırda sınağın informatika suallarının izahı ilə tanış olacaqsınız. 56-cı sualla başlayırıq. Şəkildə verilmiş lent qrupu hansı lent tabına məxsusdur? Bu PowerPoint aid olan bir fraqmentdir. Gəlin bunu sizə əyani şəkildə göstərim. PowerPoint proqramı açırıq. Gördüyünüz kimi text qrupudur və yerləşir insert lent tabında. Doğru cavab tab soruşduğu üçün bizdən insert lent tabı. Keçirik 57-ci suala. Deyir ki, aşağıdakılardan biri internetdə toplanan informasiyanı depolamaq və istifadəçiyə rahat şəkildə təqdim etmək üçün nəzərdə tutulub. Yoldaşlar, bilirsiniz ki, Wikipedia elektron ensiklopediyadır və istifadəçinin məlumatlarını deyil, oranın adminlərinin yazdığı məlumatları belə deyək, saxlayır və məlumatların depolanması üçün yox, elektron ensiklopediya formasında istifadəsi üçün. 3W dünyadakı ilk brauzerdir. Bing axtarış sistemidir. Google Chrome da yenə dünyanın ən məşhur brauzeridir. iCloud proqramı istifadəçinin məlumatlarını depolayan və onları rahat şəkildə tapmağa imkan verən proqram. 58-ci sual çap məsələsidir. 1-dən 22-yə qədər nömrələnmiş və 1-dən etibarən nömrələnmiş səhifələrin çapı nəzərdə tutulub və məndən fikir verin, even cüt səhifələrin çapını istəyir. Mən 1-dən 22-yə kimi verilmiş bu intervalların içindən cüt səhifələri seçməliyəm. Yəni 2-ni, 4-ü, 12-ni, 14-ü, daha sonra 18-i, 20-ni və 22-ni. Niyə 24-ü seçmirəm? Çünki 22 səhifəm var. Burada 18-25 aldadıcı məqsədlər üçün yazılıb və biz bu səhifələri sayırıq. 1, 2, 3, 4, 5, 6, 7. 7-ni bölürük 4-ə, 4 page per sheetdir. Eləyir 1 tam %75. Təbii ki, yuvarlaqlaşdırıb 2 götürürük. Boş sayda olduğu üçün 2-ni də 2-yə bölürük. 1 və 1-i ən axırda kopya sayına vururuq. 1 vur 2, eləyir 2. Cavab B variantı. Növbəti sualımız doğru variantı seçin. Bir miqdar pul ödənilmədikdə qurbanın şəxsi məlumatlarını dərc etməklə hədələyən kriptovirusologiyadan istifadə edən proqramın növü kriptojackingdir. Xeyr, kriptojacking başqasının kompüterində kriptovalyuta yaratmaq üçün nəzərdə tutulmuş bir təhlükə növüdür. Bu tərif ransomware olmalı idi. Klaviaturadan bizdən nəyi soruşur? Doğru variantı. İkincini oxuyuram. Klaviaturadan yazdığınız məlumatları gizli bir fayl kimi saxlayır. Yoldaşlar, bu kriptografiya adlanmır. Bu keylogger adlanır. Müxtəlif oxuma cihazlarından istifadə etməklə bank kartlarının uğurlanması skimming adlanır. Bəli, bankomatlara quraşdırılan həmin cihazlar skimmer cihazları olduğu üçün təhlükə növü də skimming adlanır. 60-cı sualda deyir, sizin şirkətdə ofis meneceri aylıq hesabatlar qovluğunda bir çox sənədləri cəmləyib hansı maskadan istifadə etməlidir ki, daha doğrusu, baxın, bu sənədləri mövcuddur deyir qovluqda. Yəni, şərt oxuyum. Direktor sizdən adının əvvəlinin aylıq hesabat ilə başladığı, lakin sonuncu hissəsinin cəmi bir söz fərqləndiyi və xılısıxı genişlənməli faylları istəyirsə, hansı maskadan istifadə etmək düzgün? Yoldaşlar, qısacası, baxın, elə hamısının əvvəli aylıq hesabatdır, hamısının sonu xılısıxıdır. Sentyabr, oktyabr, noyabr, dekabr hissələri fərqlənir. Yəni, bir söz fərqlənir. Bu sözləri biz ulduz maskası ilə tapa bilərik. Bilməlisiniz ki, ulduz heç bir simvolu əvəz etməyə, bir simvolu əvəz edə bilər və ya daha çox simvolu da əvəz edə bilər. Qısacası, nəzəri olaraq bilirsiniz ki, bir simvolu mütləq şəkildə əvəz edən sual işarəsidir. 0-255 arası sual əvəz edən isə ulduzdur. Biz B və C var. Ümumiyyətlə biz Y variantı və C variantını seçə bilməliyik.
Çünki genişlənmələri uyğun deyil. D variantını seçmək o deməkdir ki, 3 hərfli söz olsun. B variantını da seçmək odur ki, burada cəmi bir hərf, bir simvol olsun. Ona görə cavab A variantıdır. Enerjiden asılı olmayan daxili yaddaş qurğusu ROM-dur. ROM da məlumatları uzun müddət yadda saxlayır, elektrik enerjisindən asılı deyil. Qısa yolun yaradılması üsullarından biri doğru qeyd olunmayıb. Obyekti mouse'un sol düyməsi ilə sürüşdürən zaman alt düyməsini sıxmaq doğrudur. Obyekti mouse'un sağ düyməsi ilə sürüşdürəndə açılan menyudan müvafiq əmri seçmək də doğrudur. Yoldaşlar, alt düyməsinin alternativi Ctrl-Shift-i birgə basmaq. Sol düymə ilə sürüşdürəndə Ctrl-Shift-i basmaq da doğrudur. Send to əmri ilə isə biz, bəli, açılan menyudan yenə qısa yol yarada bilirik. Amma Alt Enter düymələrini sıxmaq sizə, belə deyək, klaviaturanın, daha doğrusu sizə qısa yolun yaradılma üsulu kimi təqdim edilmir. Y variantı doğru cavabdır, çünki bizdən yanlışı soruşur. 63-də doğru mülahizəni seçin deyir. İnformasiyanın diskdə əlverişli şəkildə yerləşdirilməsi üçün Drive Space proqramından istifadə olunur. Tüm bəndləri oxuyuram sizin üçün məlumatınız olsun. Qovluğun sıxlaşdırılaraq həcmin azaldılması üçün utilitlər yox, istifadə olunur arxivatorlardan. Viruslara qarşı mübarizə aparan proqramlar servis proqram təminatına daxildir, doğrudur. Verilənlərin mühafizə edilməsi üçün baza proqram təminatı doğru deyil. Mühafizə deyəndə baza proqram təminatı nəzərdə tutulmur. Və qrafiki interfeys aparat interfeysinin yox, istifadəçi interfeysinin alt qoludur. Bəs burada nə səhvdir? Drive Space boş yer açır. Faylların kompüterin yaddaşında daha az yer tutmasını təmin edir. İnformasiyanı diskdə əlverişli şəkildə yerləşdirən, yəni optimal yerləşdirən disk defragmenterdir. 64. Elektron hökumət informasiya sistemlərinin informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini təmin edən komponent necə adlanır? Təbii ki, idarə etmə paneli. Yoldaşlar, bilirsiniz ki, elektron hökumət informasiya sistemləri haqqında qanunda dəyişiklik olub və ona görə biz də proqramı yeniləmişik, suallarımızı update eləmişik. Bununla bağlı nəzəriyyə üçün bizə müraciət edə bilərsiniz. Deyir, ümumi xanalarının sayı 32-yə bərabər olan diapazonu seçin. Diapazonda sütunları tapmaq üçün neyini edirlər? Hərfləri ardıcıl sayırlar. A-dan D-yə qədər hərflər. A, B, C və D. 4 hərf var, yəni 4 sütun. Bilirsiniz ki, böyük ədəddən də kiçik ədədi çıxıb üstünə 1 gələndə sətirlərin sayını tapmış oluruq. Sətirləri də sütunlara vuranda tapmış oluruq xanaların sayını. Doğru cavab D variantıdır. Birbaşa doğru cavaba baxdım ki, vaxt itkisi ilə üzləşməyək. Ethernet texnologiyasına aid topologiyanın xüsusiyyətlərindən biridir. Ethernet topologiyası şin, daha doğrusu texnologiyası şin topologiyasında istifadə olunur. Orada mərkəzi serverdən istifadə olunur yazıb. Səhvdir. Mərkəzi server istifadə olunur ulduz topologiyasında. Terminator qurğusundan istifadə olunur, düzdür. Uducu funksiya olaraq cəryanın axmasının qarşısını alan terminator qurğusundan istifadə olunur. Yeni abunəçilər əlavə etmək çətindir yazın. Çətin deyil, asandır. Məlumat ötürən kompüter marker adlanmır. Səhvdir. Marker halqadadır. Eyni anda məlumat ötürülən zaman xaos yaranmır, səhvdir. Yaranır. Növbəti suallara baxırıq. Fərman son günlər kompüterində qəribə dəyişikliklər müşahidə edir. Brauzerini açanda yeni tanımadığı bir axtarış sistemi avtomatik meydana çıxır və ardıcıl olaraq pop-up reklamlar və bəzi qəfil donmalar baş verir. Fərman antivirus proqramı açılmır. Buna problem nə ola bilər? Bu problemin səbəbi nə ola bilər? Bu vəziyyət fərman kompüterində hansı tip problemə yoluxduğunu göstərir. Brauzerinin keşinin dolması düz yanaşma deyil. İnternet bağlantısında fasilə olmağı da, proqramların avtomatik yenilənməsinin deaktiv olmağının da bura heç bir aidiyyatı yoxdur. Ola bilər ki,
Fərmanın kompüterinə hər hansısa bir belə deyək, zərərverici proqramları indirilib. Və bu zərərverici proqramlar müxtəlif xətalara gətirib çıxarır. Bilirsiniz ki, müxtəlif proqramlar var ki, onlar kompüterdə yeni axtarış sistemləri açır, reklam fayllarına keçir. Bunlar adətən adware və digər xarakterli reklam xarakterli proqramlar olur. O proqramların, yəni o malwarelerin kompüterə yoluxması zərərverici yoluxturma və yaxud zərərli proqram yoluxması kimi qələmə verilir. Burada phishing hücumuna aid ipuçlar olmadığı üçün cavabı B variantı seçirik. 68. Şəkildə göstərilən əmr yerinə yetiriləndə nə baş verir? Regroup, yəni əvvəlcə qruplaşdırılmış obyektlər yenidən qruplaşdırılır. Qrup daxilindəki obyektlər formalaşdırılır, arxa plana keçirilir, qrupdan çıxarılır, ön plana keçirilir. Düz deyil. Obyektlər yenidən qruplaşdırılır. Deməli, bu obyektlər bir dəfə qruplaşdırılır. İndi isə regroup əmri verilib ki, yəni yenidən qruplaşdırılsın. 69-cu sualda sizə deyir ki, B1 xanasındakı düstur B2-dən B8-ə kimi hər birinə sürüşdürülür. Cavabı true alınan qiymətlərin cəmini hesablayın. Yoldaşlar, gəlin biz bu düsturun nə işə yaradığına baxaq. Deyir ki, əgər A1 xanasının soldan 3 simvolu daşdısa, onda len A1-i hesablar. Deyilsə, cavab olsun A8. A8'də nə verib? Count A, A1-dən A7-yə qədər. A1-dən A7-yə qədər count A, yəni dolu olan xanalar sayı 7 dənədir. Deməli, A8 xanasının qiyməti 7 olacaq. Amma bu bizə lazım deyil. Çünki bizə deyir ki, if funksiyasının true olduğu hallarda. Bilirsiniz ki, if funksiyasının şərti ödənərsə, birinci misal həll olunur. Bu da sizə deyir ki, true'dursa, yəni birinci misalın həll olunduğu cavabların cəmini tapın deyir. Left A1, A1 xanasının soldan 3 hərfi. Hansı xanaların soldan 3 hərfi daşdır? Baxın, daşqın, daşaltı, len onların uzunluğunu tapır. Daşqın 6, daşaltı da 7 simvoldan ibarətdir. Onların da cəmi eləyir 13 simvol. Cavab A variantı. Və sonuncu 70-ci sual. Təqdim olmuş lent qrupundakı düymələr vasitəsilə nəyi yerinə yetirmək mümkün deyil? Yoldaşlar, yeni işçi vərəq əlavə etmək insertin içindəndir. Insert sheet əmri ilə yeni işçi vərəq əlavə edə bilərik. Cari işçi vərəqin silinməsi də delete'in içindədir. Xanaların eninin, uzunluğun, hündürlüyünün təyin olunması isə formatın içindədir. Çap etmək isə home lent tabında yox, təbii ki, file menüsündə yerləşir. Bununla da sualların izahı yekunlaşır.